Salam dəyərli izləyicilərimiz. Bugün sizlərə TradingView platformasında ödənişli funksiya olan sekmə başına 2 qrafik, yəni bizim dildə sadə dillə desək, bir monitorda bir neçə varlığa baxmaq və yaxud da bir varlığı müxtəlif time framelərdə nəzarət etmək üçün bu funksiyadan istifadə olunur. Daha çox bu funksiyadan professional traderlər ona görə istifadə edir ki, böyük zaman dilimində analiz eləyib, sonradan kiçik zaman dilimində əməliyyat açmaq üçün. Yəni, bu funksiya ona görə çox mükəmməl bir funksiyadır. Sadəcə olaraq TradingView platformasında bu funksiya ödənişli olduğu üçün, yəni $12.95 aylığı, bu hər kəs üçün, təzə başlayanlar üçün əlçatmaz ola bilər. Buna görə də bu videonu biz hazırladıq ki, siz biləsiniz ki, MetaTrader 4 platformasında bu özəlliyi, bu funksiya tam pulsuz şəkildə istifadəyə verilir bu platforma sayəsində. Bunun inşallah izahını Unity komandasının üzvü Şahin tərəfindən veriləcək. Sözü verirəm Şahinə. Buyur Şahin. Çox sağ ol Elşad. Mən də izləyiciləri salamlayıram. Deməli, MetaTrader 4-də bu profil bölməsinə gəlirik. Burada default yerinə daxil oluruq. Deməli, hər hansı bir varlıqdan 8 ədəd ekrana gətiririk. Burada aşağıda hal-hazırda var. 1, 2, 3, 4, 5, 6, 7 bir dənəsində gətirək. 8 dənə eyni varlıqdan bura gətirib. Deməli, burada göründüyü kimi burada bir variant verir. Bu varianta daxil oluruq. Bu şəkildə açılır. Deməli, bunların hamısını ayrı-ayrı zaman dilimlərinə qoyuruq. Birinci həftəlik zaman dilimi, ikinci günlük zaman dilimi, zaman diliminə gətiririk. Üçüncünü 4 saatlıq, dördüncü 1 saatlıq zaman dilimindədir. Beşinci yarım M30, altıncı M15, yedinci M5, 8-ci M1. Deməli, bunların deməli, bunu qabaqcadan belə zamanlarını elə həmən zaman ayarlarını eləmək lazımdır. Çünki sonra əgər kompüter bağlanıb açılarsa, o zaman dəyişilə bilir, yəni. Qoymusan məsəl üçün 4 saatlıq zaman diliminə kompüter sönüb yananda təzən düşür olur, H1-ə təzən çevrilir. Ona görə öncədən bu zamanlarını dəyişirik. Hansı zaman diliminə lazımdır onları qoyuruq. Deməli, birinci həftəlik, ikinci günlük zaman dilimi, üçüncü 4 saatlıq, dördüncü H1, beşinci M30, altıncı M15, yedinci M5, 8-ci M1. Bunları sonradan burada qeydə aldığımız yerdən bunların hamısını bu çərçivələri aradan götürürük. Deməli, bu şəkildə gətirdik. Deməli, bu varlıqları ümumiyyətlə eyni vaxtda 8 zaman dilimində baxıb analizi eləmək olur buradan. Yəni, eyni vaxtda baxılır ki, trendin gediş istiqamətinə, yəni fərqli analizlər eləmək burada hər adamın öz formasına görə burada analiz eləyə bilir. Yəni, standart belə analizi mən deyəsi olsam, bu şəkildə ki, deməli, dəstək dirənc xəttlərini burada çəkə bilirik.
Və yaxud da ki, bura hansısa bir osilatörü, hansısa bir indikatoru gətirə bilirik. Hər kəsin öz tərciyinə görə. Misal üçün RSI-ı hər kəs bilir, həm də işləmə mexanizmasını. RSI-ı məsəl üçün bura gətirəyin. Deməli, osilatör RSI elə standart 14 yeni, deməli bu şəkildə belə gətirdik. Bunu həmən yaddaşa vurağın. Eyni. Deməli bu şəkildə bunların hamısını bütün zaman dilimlərini RSI-yə gətiririk. Mən sizə bunu belə bir nümunə şəkildə göstərdim. Bir dəfə başdan sona göstərirəm. Siz buradan baxıb bu şəkildə yığa bilərsiniz. Deməli bunu yığdıq belə. Deməli burada analiz edirik. Ümumiyyətlə birinci dəstək direnc xəttlərini böyük zaman dilimindən işarəliyə gəlirik. Misal üçün burada dəstəyi direnci götürürük. Misal olaraq mən indi hər kəsin öz bir baxış forması var. Amma ümumi olaraq dəstək direnc xəttlərini demək olar ki, dəstək direnc hər kəs eyni bir şəkildə baxır da onun üstə ona. Deməli məsələn bura qoyuruq məsələn direnci. Misal olaraq da mən də biraz belə gələyəm, daha dəqiq siz özünüz istədiyiniz yerdən qoya bilərsiniz. Məsələn burada böyük zaman diliminin dəstəyi məsələn bu şəkildə həftəlik zaman diliminin, günlük zaman diliminin dəstək direnc xətti misal olaraq bir dənə mən eləyim. Misal olaraq buradan şəkildə sonra 4 saatlıq zaman dilimində dəstək direnc xətti məsələn deyək birini buradan qoyduq. Misal olaraq birini buradan qoyduq. 1 saatlıq zaman diliminə gələndə buranın da dəstək direnc xəttlərini təyin edirik. İndi mən ümumi bir misal olsun deyənə bu şəkildə gələdim, yığdım. Belə analizi aparılır. İndi hərənin öz bir fərqli analiz şəkilləri ola bilər. Məsələn, osilatördən bunu necə bir araya gətirmək və yaxud da ki, başqa bir indikator bura gətirir, baxır. Yəni bunu eyni vaxtda 8 zaman dilimində eyni varlığı həmən yerində analiz olunur. Bunlar böyük zaman dilimidir, 4 böyük zaman dilimi. Elə ümumiyyətlə birinci 4 böyük zaman diliminin analizi vacibdir, önəmlidir. Bunlar da kiçik zaman dilimləri. Burada buranın da məsəl üçün analizinin hər kəsin öz bir forması ola bilər. Yəni biz sadəcə olaraq ən sadə bir şəkildə buna o illərin necə deyim sizə, illərin praktikası, illərin araşdırması, illərin təcrübəsi nəticəsində birlikdə, yəni Elşad qardaşla birlikdə Ülvi qardaş var, elə birlikdə biz çalışmışıq. Fərqli şəkilləri burada yoxlamışıq. Ən bir sadə formasına gəlib bu formaya gəlib çıxmışıq. Ki məsələn analizdir, elədik. İşləmə ən belə uyğun hardan girə bilərik işləmə? Yəni bunu biraz da sadələşdirmişik. Biz bunu yəni bu şəkildə düşünürəm ki, elə izləyicilər də bunu gördü, özlərində öz kompüterlərində bu şəkildə yığa bilərlər. Biz buna daha da biraz sadələşmiş şəkilə gətirmişik. Ondan öncə mən sizə bir dənə də şeyi göstərdim ki, burada məsələn mən bu varlıqların hamısını qeydə almışam. Bu qeydə alınacaq formanı da sizə göstərdim. Deməli buradan girilir, profili qaydet, hansı varlıqdırsa onun adını bura yazılır. Ust. Deməli burada tamama basanda avtomatik olaraq ora keçir. Burada qayd olur.
Məsələn, mən burada özüm üçün bunları qeyd eləmişəm bu şəkildə, məsəl üçün. Bu şəkildə, bu formada eləmişəm. Misal olaraq elə. Bütün varlıqları bura gətirmişəm. Buradan öz analizimi eləyirəm. Deməli, biz buna biraz fərqli olaraq başqa bir formaya, asanlaşmış formanı, daha da asanlaşmış formaya salmaqdan ötürü buna bir başqa cürə yığmışıq. Məsələn, elə bunun üzərindən sizə bu xətləri atdığımın üzərindən sizə göstərdim. Hara getdi? Deməli, bu dəstəkləyən xəttlərini bu şəkildə, məsəl üçün, 1 saatlıqda biz baxırıq. Biz bir bot hazırlamışıq. Bu illərin, indi deyirəm, illərin araşdırması nəticəsində beləsi bir formaya gətirib çatmışıq ki, məsəl üçün, botdu yaratmışıq. Bu botu gətirəndə avtomatik olaraq bayaq sizə göstərdiyim bütün dəstəkləyən xəttlərini bot özü burada çəkir. Yəni böyük zaman dilimindən kiçik zaman diliminə düşərək, məsəl üçün burada sizə göstərdiyim həftəlik, hətta aylıq dəstəkləyən xəttlərini də burada göstərmiş olur. Məsəl üçün bu aylığın dəstəkləyən xəttidir, pivot xətti kimi bura qeyd olunubdur. Yəni pivot xətti deyəcəm mən buna. Pivot xəttidir. Bu rəngdə olanlar, bu biri deməli blue rəngi həftəlik pivot xəttidir, aqua da günlük pivot xəttidir. Yəni burada zaten bütün böyük zaman dilimlərinin pivotlarını bir saatlıq zaman dilimində hamısını görmək mümkündür. Başqa botun göstəriciləri, yəni genişdir botun içərisində olan funksiyalar, fərqli funksiyalar var. O funksiyalarda elə qardaşım, elə birlikdə ondan sizə məlumat verək botun içəriyi barəsində. Buyur Elşad qardaş. Çox sağ ol Şahin, geniş izaha görə. Mən də botun digər özəllikləri barədə qısa məlumat verim. Belə ki, MetaTrader 4 sistemində olmayan özəlliklərdən biri bütün əməliyyatlara bağlı, sadəcə al əməliyyatlarına bağlı, sadəcə sat əməliyyatlarına bağlı funksiyası var bu botda. Düzdür, MetaTrader 5-də var, amma 4-də yoxdur. Biz buna görə də MetaTrader 4-ə görə də bunu kodlaşdırmışıq. Və digər funksiyalardan olan ATR funksiyası, düzdür, ATR-in bir çox funksiya növləri var. Biz də ATR-in bu növünü yığmışıq ki, gündəlik missiyanı göstərir, 5 günlük ortalamasını çıxardır. Əgər missiya bitibsə, gördüyünüz kimi burada 0-dır, yəni görürsünüzsə 0-dır, əməliyyat açmırsınız. Və burada gördüyünüz kimi closer var, yəni şamın bağlanış göstəricisidir, bir də spirit göstəricisidir, 0-dır. Sonra burada TradingView-da oxşar bir sistemdir. Bunu kodlaşdırmışıq MetaTrader üzərinə. Al siqnalı, sat siqnalı verir və əgər neytraldırsa, yəni al və sat bərabərsə neytral göstəricisini göstərir və burada faiz göstəriciləri var, point göstəricilər var. Bu da nədir? Gün başlayandan neçə point yuxarı və yaxud da neçə point aşağı hərəkət edib onu göstərir. Qısa olaraq bu funksiyalarını qeyd etmək istəyərdim. Təbii ki, botun funksiyaları bununla bitmir. Bir çox funksiyası var. Növbəti videolarımızda bot haqqında, botun funksiyaları haqqında daha geniş məlumat verərik. Şərhlər bölməsində təklif və iradlarınızı növbəti videolarda hansı mövzularda, hansı kontentdə məlumatlar paylaşaq. Bunu şərhlər bölməsində yaza bilərsiniz. Videonu izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun.